İzləyicimiz bir fikir bildirib, Kəbə Kərbəlanın tozuna çatmaz. Bu barədə bəlkə də müəyyən fikir ayrılıqları olubdu dindarlar arasında. Bu barədə nə deyə bilərsiniz? Belə bir fikir nə demək? Bilirsiniz, Kəbə Kərbəla mövzusu ciddi bəzən müzakirə olunan mövzulardan biridir. Yəni Allah evi, Kəbə evi bizim qibləmiz, bizim ora yəni ziyarətə getdiyimiz yerlərdən biridir. Ən vacib, yeganə vacib ziyarət dinimizdə həcc ziyarətidir. Həcc ziyarətinə getmək vacibdir. Burada sadəcə heç kəs Kəbənin ehtiramını, hörmətini danmır. Kəbənin hörməti çox böyükdür, amma hədislərdə də qeyd olunur ki, bir möminin hörməti Kəbədən üstündür. Yəni bu Kəbənin təhqir edilməsi deyil. Əgər biz deyiriksə ki, alimin mürəkkəbi şəhidin qanından üstündür, bu demək deyil ki, biz şəhidi təhqir etdik. Yəni hər bir dəyərdən daha üstün bir dəyər var. Burada Kərbəla ilə Kəbə müqayisəsi gedirsə, əgər kamil insanla Kəbənin müqayisəsi gedirsə, bəli, kamil insan hər bir şeydən üstündür, o cümlədən də Kəbədən. Peyğəmbər özü Kəbədən üstündür. Quran-ı Kərimdə ayə var ki, iman gətirib yaxşı işlər görənlər yaradılmışların ən üstünüdür, ən xeyirlisidir. Deməli, yaradılmışların hamısından üstün olan iman gətirib yaxşı işlər görənlərdir. Ona görə də burada Kəbə ilə əgər biz kamil insanı müqayisə edirik, Kərbəlada dəfn olunan İmam Hüseyni müqayisə ediriksə, bəli, İmam Hüseyn əleyhissalam, Peyğəmbər, hər bir mömin insan, Allaha yaxın insan Kəbədən üstündür. Kəbə Allahın ayəsidir, nişanəsidir, amma yol nişanı hesab etmək olar Kəbəni. Əsas o Kəbənin yol göstərdiyi insanlardır. Əgər insanlar o yol nişanından istifadə edib doğru yol gedirlərsə, təbii ki, Kəbənin özündən üstün olurlar. Yəni Kəbə nə qədər də dəyərli olsa, biz nəyinsə Kəbədən üstün olduğunu deməklə Kəbəni alçatmırıq. Biz olanı deyirik. Bir daha deyirəm, misal üçün deyirlər ki, filan əməl həcc ziyarətindən üstündür. Valideynin üzünə baxmaq həcc ziyarətinə bərabərdir. Yəni, hər bir 100 dəfə də insan deyir, valideynin üzünə baxsa, elə bir həcci ziyarət etmiş kimi olur. Ya filan əməl şəhidlikdən üstündür, şəhidin qanından qeyd etdiyimiz kimi, alimin mürəkkəbi. Əslində həmin əməlin nə qədər yüksək olduğuna işarə olur. Demir ki, biz şəhidləri niyə təhqir edirik? Xeyr, bu əslində elmin dəyərini ifadə etmək üçündür. Kərbəla ilə Kəbə müqayisəsi iki torpağın müqayisəsi deyil. Yəni İmam Hüseyn və ümumiyyətlə bu bir məzhəb mövzusu da deyil bu. Bəziləri bunu səhv anlayır. Yəni bir kamil insan, istənilən kamil insan Allahın ayəsi belə olan daşdan üstündür. Bunu yəqin ki, heç kəs mübahisə eləməz. İnsan məxluqatın ən üstünüdür və heç bir daş, torpaq insanla müqayisə oluna bilməz. Kəbə də insana xidmət üçün xəlq olunub, insana yol göstərmək üçün xəlq olunub və kamil insanlar təbii ki, o Allahın ən böyük ayələridir, ən böyük nişanələridir. Yəni Kərbəla şəhidləri də əslində Kəbədə özəyə qoyulmuş o İslam dininin, Məhəmməd Peyğəmbərin yolunun davamı olaraq şəhid oldular. Bu dini yaşatmaq üçün. Yəni onları müqayisə eləmək lazım deyil mənə gəlir. Biri ağacdır, digəri meyvəsi. Ona görə də yəni burada əgər bir insan nəyinsə Kəbədən üstün olduğunu deyirsə, bunu təhqir etməli deyil. Yəni biz əvvəla sual verməliyik ki, Kəbədən üstün nəsə varmı ümumiyyətlə? Cavab budur ki, bəli var. Kəbədən üstün nə var? Kamil insan. İnsandan üstün bir varlıq yaratmıyor Allah. Yəni biz sual verək, daş üstündür ya insan? Biz deyirik ki, insan üstündür, Peyğəmbər üstündür, imamlar və nəinki Peyğəmbər və imamlar. Bir insan Kəbəni təvaf edirdi, dua edirdi ki, ilahi bu Kəbəyə görə məni bağışla. Peyğəmbər ona dedi ki, Kəbədən daha üstün bir şey Allaha and ver. Dedi ki, o nədir? Dedi, əgər mömin insansansa özünsən, sən özün. Əgər möminsənsə Kəbədən üstünsən. Möminin hörməti Kəbədən üstündür. Bu hədislər var. Ona görə də, yəni bu bəzən spekulyasiya edilir, bunu hansısa bir şəkildə, düzdür, bunu bəzən kobud şəkildə ifadə etmək olmaz. Əlbəttə ki, bəzən şeirlərdə belə görürsünüz ki, ifrata var.